Sürücüsüz taksilər artıq real və pullu bir biznesdir. Avqustun 5-də Amazonun sürücüsüz taksi şirkəti Zoox elan etdi ki, avqustun 10-dan Las Vegasda sərnişinlərdən ödəniş almağa başlayacaq. Bu ABŞ-də sükanı və əyləc pedalı olmayan, xüsusi olaraq sıfırdan hazırlanmış bir avtomobilin ilk dəfə ödənişli xidmət göstərməsidir. Bu maşın adi taksi deyil, sükanı yoxdur, pedalı yoxdur. 4 sərnişin üz-üzə oturur, avtomobil isə dönmədən hər iki istiqamətdə həm irəli, həm də geri hərəkət edə bilir. ABŞ-nin nəqliyyat təhlükəsizliyi qrupu iyulda şirkətə xüsusi icazə verib ki, 2 il ərzində onlar 2500-ə qədər belə avtomobili yollara çıxara bilsinlər. Qiymət isə adi Uber X-dan təxminən 20-40% daha bahadır. Marşrut isə planlaşdırılandan uzun çəkərsə, sərnişindən əlavə pul alınmır. Yəni əvvəldən müştəri hansı ödənişi görübsə, gedişin sonunda həmin məbləği ödəyəcək. Maraqlısı isə budur ki, çoxları düşünür ki, sürücüsüz taksi nəqliyyatı biraz ucuzlaşdıracaq. Amma Zoox bunun əksini etdi. Xidmət adi taksidən daha fəaliyyət göstərir. Ən azından bu hələlik belədir. Yəni sürücüsüzdürsə, deməli ucuzdur anlayışı hələ ki çalışmır.